Dəqiqə başlayırıq indi. Keçən dərs üzüldü səbəbdən dərs olmadı. Ona görə bugün 2 saat olacaq dərsimiz 9-a qədər. Bugün yeni dərs keçməliyik. Əvvəlcə bilmək istəyirdim, əvvəlki tapşırıqlardan sual var. Əslində baxmışıq son tapşırıqlara. Yenə də nəsə problem varsa baxa bilərik dərsə başlamamış. Üstümdə sual yoxdur. Onda başlayarıq. Yeni qoşulanlardan ancaq Şöhrət bəy görürəm. Salam Şöhrət bəy. Biz bugün Salam Mərvə, vaxtınız xeyir. Biz bugün funksiyalar keçəcəyik. Siz də nəzəri olaraq baxarsınız, sualınız olsa verə bilərsiniz. Sizdə sual. Tamam. Bugün funksiyaları keçəcəyik, amma funksiyalardan qabaq bir dənə qalıb bizdə while loopları. Əvvəlcə ondan danışaq, daha sonra funksiyalara keçək. While loop haqqında eşidən olub, nə üçün istifadə edirik? For loop var, düzdür. İndiyə qədər for loopundan istifadə edirik iterasiya üçün. For varsa while'dan niyə istifadə edirik? Daha əvvəl məşğul olan olub while ilə. Məqsəd odur ki, while loopunda fordan fərqli olaraq şərt də veririk. Forda sadəcə iterasiyadır. Düzdür, forun içində if yazmaq olur. Amma while'da, yəni iterasiyadan əlavə həmişə şərt olur. Şərtsiz yazmırıq. Həm şərti olur, həm də iterasiyası olur. Bunun üçün də biz fordan əlavə while loopundan istifadə edirik. Necə yazılır? İndi ona baxaq sintaksinə. Məsələn, bir nümunə götürək. Bir qiymətimiz olsun. Məsələn, A bərabər olsun 1-ə. While yazırıq. Məsələn, belə bir şərt veririk ki, A kiçik bərabər 5 olarsa, print elə A-nı. Və gəlin A-nı plus 1 artıraq. Baxaq nə baş verir burada. Baxın, belə 1-dən 5-ə doğru bir nəticə əldə elədim. Bu nəticəni 1-dən 5-əni forla da yaza bilərik. Necə yaza bilərdik? Forla yazanda range-dən istifadə edib yaza bilirdik. For A məsələn yazardıq in range 1-dən 6-ya, printə də A-nı verərdik. 1-dən 5-ə qədər nəticəmiz çıxmış olardı tək-tək. Amma bu cürdə while ilə də yazmaq mümkündür. A-nı başladırıq 1-dən, çünki 1-dən 5-ə qədər bizdən istənilir. Və son nəticəni 5 veririk, 5-ə qədər. Deyirik ki, A kiçik bərabər olarsa 5-dən, yəni kiçik bərabər 5-dirsə, hər dəfə A-nı print elə. Və hər dəfə print eləyəndən sonra bir addım artır. Çünki A 1-dir hal-hazırda. Gəlin başlayaq bir addım gedək. İndi hal-hazırda A 1-dir, deyirik, şərt veririk. A kiçik bərabərdirmi 5-dən? Yəni 1 kiçik bərabərdirmi 5-dən? Bəli. Print A-ya daxil olur. Nəticədə 1 nəticəsi çıxır. Çıxandan sonra aşağıda belə bir kodumuz da var. Artıq A olur bizdə 1 plus 1 2-yə. Yenidən qalxırıq dövrə. 2 kiçik bərabərdirmi 5-dən? Bəli. Ona görə dövrə daxil olur. Və 2-ni print eləyir. Bu cür davam edir. Daha sonra 2-nin üzərinə 1 gəlir. Və sonda məsələn 5-ə çatdıq. 5 kiçik bərabərdirmi 5-dən? Bəli, print eləyir 5-i. Sonra baxır, A-nı yoxlayır. A plus 1, yəni 5 plus 1, 6 olur artıq. Və yuxarı qalxanda 6 nəticəsinə görə 6 kiçik bərabər olmadığı üçün 5-ə artıq növbəti addımda while-ın içinə, yəni loop-a daxil olmuruq. 5-də dayanmış olur. Yəni sizə müəyyən, məsələn, neçədən neçəyə qədər lazımdırsa rəqəmləri sıralamaq, o zaman bu cür yaza bilərsiniz. Bu hissədə şərtiniz yazılır while-da. Daha sonra nəticənizi almaq istəyirsinizsə, bu hissədə loopun içində yazıb göstərə bilirsiniz. Sonra gəlin başqa bir nümunə göstərək. Başqa nə deyə bilərik?
Fikirləşim. Müəllimə, bu while, do while'dır C-də olan. Bəli. Yəni, çünki eyni şeyi eləyir, ona görə dedim. Bəli, düzdür o da. Sonra nə eləyə bilərik fikirləşim. Gəlin break və continue-dan danışım. Orada da fərqli bir nümunə verək. Məsələn, break və continue nə deməkdir ona baxaq. Break o deməkdir ki, dövrü şərtsiz dayandırmaq üçün istifadə olunur. Bu nə deməkdir? Məsələn, bayaqkı kimi A-ya 1 veririk və daha sonra yenə while vasitəsilə şərt verək. Məsələn, bayaq 5-ə qədər demişik, indi 10-a qədər deyək. 10'a qədər, yəni sıralansın, birdən 10'a qədər print eləyək. Sonra şərt verək ki, əgər A bərabər olarsa 5-ə, 2 bərabərlik qoyuruq, çünki şərt yoxlayırıq. Bu zaman break elə. Və burada yuxarıdakı kimi yenə də A bərabərdir A plus 1 deyirəm ki, hər dəfə növbəti addıma keçə bilsin. Gəlin indi bu cür run eləyək, baxaq. 1, 2, 3, 4, 5 oldu. Break nə deməkdir? Burada şərt verdi ki, 5 olanda break elə, yəni dayandır. Artıq break olandan sonra növbəti siz nə qədər kod yazsanız, heç birinə baxmayacaq. Bu hissədə artıq kodunuz dayanır. Gəlin ilk addımdan başlayaq yenə. A 1 oldu. Gəlir yoxlayır, 1 ondan kiçikdirmi? Bəli, print A olur və görürük 1 bura düşüb. Daha sonra şərt verir. 1 kiçikdir, 1 bərabərdirmi 5-ə? Xeyr, ona görə break eləmir. Bu hissəyə daxil olmur. Bura gəlir, A bərabərdir A plus 1 artırır, keçir 2-yə. Gəlir 2 üçün yoxlayır, 3 üçün, 4 üçün, 5 üçün. Artıq A bizdə 5 olur. Gəlir 5 üçün yoxlayanda deyir 5 kiçik bərabərdirmi 10-dan? Bəli, print A 5 bura daxil oldu. Yoxlayır if A bərabərdirmi 5-ə? Yəni 5 5-ə bərabərdirmi? Bəli. Ona görə də bu hissə artıq icra olunur, break hissəsi. Və break olandan sonra dediyimiz kimi heç bir kod işləmir. Ona görə də A bu dəfə artmış olmur. 5 plus 1 6, artıq 6-dan sonraki nəticələri görmürük. Əgər biz bu break-i yazmasaydıq, 1-dən 10-a qədər bizdə sıralayardı. Necə ki, burada şərtsiz yazmışdıq, break istifadə eləməmişdik. 5-ə qədər sıralamışdı. Amma siz break istifadə eləsəz, neçə vermişsinizsə, artıq oradan sonrasını sizə göstərməyəcək. Bir də var continue. Continue'nun break'dən fərqi nədir? Ona baxaq. Break kimi işləyir. Amma break'dən fərqli olaraq həmin rəqəmi atlayır. Burada continue yazılanda növbəti rəqəmə keçir. Bu nə deməkdir? Yəni bu kodun eynisini yazaq. Burada continue yazıram. A plus 1'i continue'da yuxarı qaldıracağım. Print isə aşağı salacağım. Baxaq nəticəyə indi continue'da nə baş verir. Print. Şərt verdik. Continue elədik. Niyə işləmədi? Dəqiqə. Yenidən yazım. A bərabərdir, məsələn 0 verək. While A kiçikdirsə 5-dən A plus bərabər 1 olsun. Və şərt veririk ki, əgər A 3 olarsa continue et. Və print eləyək A-nı. Aha, çıxdı. Burada problem yəqin ki, hansı sətirdə boşluq və s. var, ona görə işləmədim. Baxaq bura, bunu silim. Eyni kodu yazdım, sadəcə ola bilər boşluq buraxılıb hardasa, işləmədim. Baxaq nə baş verdi burada. Baxın, A-nı 0-dan başlatdıq. Və deyirik ki, A kiçik bərabər olsun 5-dən.
Əgər bu şərti ödəyirsə, o zaman hər dəfə bir addım artıracaq. Və şərt veririk ki, nə vaxt ki 3 olarsa, bayaqki kimi məsələn verirdi, nə vaxt ki 5-dir, break edir. Artıq 5-dən sonrasını göstərmirdi. Continue isə deyir ki, onu atla, yəni 3-ü atla, keç digərinə, növbətinə. İndi gəlin yoxlayaq bir-bir. A bərabərdir 0, gəlib baxırıq. While 0 kiçikdirmi 5-dən? Bəli, ona görə bu hissəyə daxil oluruq. 0-ın üzərinə 1 gəlirik, A artıq bizdə 1-dir. Şərt veririk. 1 3-ə bərabərdirmi? Xeyr, ona görə continue'ya daxil olmadan printə 1-i vermiş olur. Daha sonra qalxır yenidən yuxarı. 1 3-ünü yoxlayır. 1 kiçikdirmi 5-dən? Bəli, 1-in üzərinə 1 gəlir 2, 2 3-ə bərabərdirmi? Xeyr, continue'ya daxil olmadan 2-ni yazdı. Gəlib yoxlayırıq yenidən. 2 kiçikdirmi 5-dən? Bəli, 2-nin üzərinə 1 gəlir 3 və yoxlayır. 3 3-ə bərabərdirmi? Bəli. Bu zaman continue'ya daxil olur. Continue da o deməkdir ki, bu ədədi atla. Ona görə də 3-ü atlayır, yəni printə vermir. Yəni continue'dan sonra nə yazılıbsa, o hissəni işləməyib yuxarı qalxır. Yəni break də artıq o hissədən sonra heç bir addım eləmir, amma continue'dan sadəcə həmin rəqəm üçün işləmir, növbəti dəfələr üçün işləyir. 3-dən sonra artıq növbəti addım 4 gəlir və 5 gəlir. Şərtimiz 5-ə qədər olduğu üçün 5-ə qədər işləmiş olacaq. Aydındır bu hissələr. Başqa nə işləyə bilərik, fikirləşim. While ilə bağlı. Məsələn, nə yaza bilərik? 1-dən 10-a qədər, gəlin bayaqçını ilə yazaq, siz kömək eləyin, bir yerdə yazaq. 1-dən 10-a qədər ədədləri sapet desək while ilə necə yaza bilərik? Aysu xanım deyə bilərsiniz. Yenə ədəd yaradırıq, müəllim. Bir dənə bərabərləşdiririk 0-a. 0-a yoxsa 1-dən başlayırıqsa 1-ə bərabərləşdirək. Daha sonra while yazırıq. A kiçikdir 10-dan. Daha sonra A üstəgəl bərabərdir 1. If A bərabərdirsə 1-dən siz 10-a qədər dediniz. Bəli. Onda biz bunu nəyə bərabərləşdirək? 10-a bərabərləşdirmək. Elə burada kiçik bərabər yazsaq olmaz. Yəni son olaraq 10 götürsün. Burada şərt yazmağa ehtiyac yoxdur. Müəllim, continue printin içində yazmaq olar? Printin içində yox olmaz. Burada heç continue'ya da ehtiyac yoxdur. Elə birbaşa print yazsaq. Print yazsın, fərqi yox. Bəli. Baxırıq, amma diqqət eləsəz belə bir nəticə oldu. Sizcə niyə belə oldu? 2-dən 11-ə, 1-dən 10 olmadı. 1-dən başladıq tamam ona görə. Yox, normalda əgər belə birinci bunu yazsaz, düzdür, 0-dan başlada bilərdiniz. Amma deyir ki, bizə 1-dən başladıq. Onun özünü də mənim dövrəyə saldı, ona görə. Yox, dövrəyə ehtiyac yoxdur əlavə. Sadəcə fikir verin, mən neynəmişəm? Birinci printi yazmışam, sonra üzərinə 1 gəlmişəm. Çünki bizə 1-dən 10-a qədər deyirsə, birinci rəqəmin özünü print eləyək, birinci nə gəlir? 1-i. Daha sonra üzərinə 1 gələ 2-yə keçsin, düzdür? Amma biz indi hal-hazırda neynədik? 1-in üzərinə 1 gəldi 2-ni, dedik ki, onu print elə. 1-i print eləmədi axı heç vaxt. Ona görə yəni printlə bu toplama işarəsinin yerini dəyişsəz, həll olacaq bu cür. Yəni siz birinci dəfə 1-i print eləməlisiniz, sonra addım-addım üzərinə 1 gəlməlisiniz. Aydındır. Gəlin biz for vasitəsilə məsələn 1-dən 100-ə qədər ədədlərin cəmini yazırdıq. Düzdür, total vasitəsilə yazırdıq, totalı 0-dan başladıq. While ilə necə eləyə bilərik onu?
Kim desin? Mehman Bey siz deyə bilərsiniz. Deyim də müəllimə. Yenə mənim aya 1 verəcəyik. Sonra while verib yazırıq while a böyük bərabərdir. Yox. Orada mənim böyük bərabər xeyr, orada plus yazsa olar yoxsa Bu hissədə yox, bu hissə şərtdir. Şərt veririk, yəni bərabərdir və bərabərdir kiçikdir. 100-lə. Kiçik bərabərdir. Kiçik. Mən burada print verəndə cəmi deyirsə düzdür. Və rəqəmlər yox cəmi. Onda mən print verib, yəni print 100-dən 100-ə kimi. 1 plus yazıb mənim nöqtə, axıra 99 yoxsa 100 yazmaq lazımdır, onu tutmadım prosto. Yəni 1, axırda da 100. Bəli. Hamısını toplasın. 1, 2, 3, 4, 5, 100-ə doğru hamısını toplasın. Başqa kömək eləyə bilən var. Necə eləyə bilərik sizsə? Bir dənə ipucu verə bilərəm ki, burada total yenə də var. Sizə nə etməliyik burada? Printi birbaşa verə bilmirik. Nə etməliyik? Şərt verdik ki, A kiçikdirmi 100-dən? Yəni hər dəfə yoxluyur. Əgər kiçikdirsə, yəni birinci dəfə başlayır 1-dən. O halda nə eləməsini istəyirik? Total ilə rəqəmi toplamasını, düzdür? Yəni total bərabərdir. Total plus A. Rəqəmlə toplayacağınız nam yazın. Daha aydın olsun. Və daha sonra while-ın içində hər dəfə dövr elədiyi üçün hər dəfə toplayandan sonra da nə etməliyik? Rəqəm hər dəfə artmalı. Necə? Üzərinə 1 gəlmək lazımdır. Bəli, düzdür. Yəni nam bərabər olmalıdır. Nam plus 1-ə. Və artıq totalı bu dəfə kənarda verəcək. Çünki bizə son cəm lazımdır. Baxırıq, run eləyirik. 5050 nəticəsini alırıq. İndi gəlin bir neçə dəfə nümunəsinə baxaq. Məsələn, 1-dən başlayır, düzdür. 1 kiçikdirmi 100-dən, bəli. Bu zaman daxil ol bu dövrə. Totalın üzərinə hal-hazırda 0-dır. Namı gəl, 0 üstə gəl 1. Yəni ilk rəqəmimizin cəmi 1 oldu. Və sonra deyirəm, namı 1 artır, yəni 2-yə keç. Gəlir 2-ni yoxlayır, 100-dən kiçikdirmi, bəli. Total 1 plus 2, 3-ə keçir total. Gəlir yenə 2-nin üzərinə 1 gəlir, 3 olur. Belə bu cür davam edir. 100-ə gələndə artıq 100-ü də toplayır üzərinə. 101 olanda bu şərtə daxil olmadığı üçün dayanır. Bu hissə işləmir. Başqa while-la bağlı nə etmək olar? Bir dənə də 10-dan 1-ə qədər işləyək. 10-dan 1-ə qədər ədədləri sıralamaq istəsək. Necə ki, bayaq 1-dən 10-a doğru sıralamışdıq. Bu cür. İndi tam əksini yazmaq istəsəz, istəyirsiniz kodu da götürün, bura qoyun. Ramil bəy, siz deyə bilərsiniz. Necə eləyə bilərik? Bu kod bir nümunə kod kimidir. Komment alın. Bəli. 10-dan 1-ə qədər sıralamalısınız. Yəni 19 və sonda 1 şəklində görünsün. Deməli, orada A-nı 10 verə bilərik. Bəli. Yəni başlanğıcımız 10 olsun. Ondan sonra while A kiçik, A böyükdür, bərabərdir 10. Bəli. Düzdür. Böyük bərabər 10. 10 yox, məncə 1 olmalı. Bəli, düzdür. 1. Bəli, çünki ondan bir sağlayırız biz. Bəli, 1-ə gələndə artıq dayansın. 1-ə gələndə dayansın, həmiş. Print A. Print A, sonra nə yazmalıyıq? A bərabər, A plus bərabər 1. Plus yoxsa? A minus bərabərdir 1. Bəli. Niyə minus? Çünki geriyə addımlayırıq. Ondan geriyə addımlayırıq. Bəli. Run eləyirik, nə baş verdi? A birinci dəfə 10 olur bizdə. Başlanğıc 10 vermişik. While şərt veririk, 11-ə 1-dən böyükdürmü? Bəli. Bu zaman print elə deyirik. İlk rəqəmimiz 10 olur. Daha sonra deyirik ki, rəqəmi bir vahid kiçilt. Çünki geriyə addımlayırıq. 10 artıq kiçilsin, çıx 1 olsun. 9-dur artıq.
9 üçün yoxlayırıq. 9 1-dən bölüşdürmür. Bəli, print 9 olsun. Baxırıq 9 çıxır və yenə bir addımlayır. Sonda deyək ki, rəqəmimiz gəldi 1 oldu. Bu hissə 1-ə bərabərdir. Yoxlayırıq 1-1-dən bölüş bərabərdirmi? Bəli, printə 1-i verir. Baxırıq 1 nəticəsini verib. 1-dən 1-i çıxırıq 0. Artıq 0 üçün bu şərt ödənilmədiyi üçün bu hissəyə daxil olmur və dayanır. Ondan 1-ə doğru bu cür sıralanmış olur. Belə, əsas lazım olanlar bunlardır. Tasklar da verəcəm, baxarsınız. Gələn dəfə baxarıq yenidən. While'larla bağlı bu qədər. Keçirik indi funksiya hissəsinə. While'larla bağlı sualınız varsa verə bilərsiniz. Başqa qoşulan yeni tələbələrdən baxım var. Funksiyalara keçirik. Üzr sayın. Bəli. Axırda bir də başlaya bilərsiniz. Biraz beynimdə Bəli. sual qaldı. Gəlin siz özünüz izah eləyin. Elə daha aydın olacaq. Nədir? Bir addım deyin. A-nı 10 verdik. Deməli A while A böyükdür, bərabərdir 1. Hə, yəni burada o deməkdir ki, while. Bu hissə biraz qarışıq qaldı. Gəlin baxaq. Birinci bu birinə baxaq 1-dən 10-a doğru. Burada nə etmişdik? 1-dən 10-a doğru dediyi üçün başlanğıcımız 1 olmuşdu. Yəni A bərabərdir 1-ə. Sonra while-da həmişə bu hissədə şərt verilir. 10-a qədər dediyi üçün deyirik ki, A kiçik bərabərdirsə 10-dan. Yəni 10-a gələndə artıq dayanacaq. Bərabərlikdə qoyduğumuz üçün. Və deyirik ki, print elə A-nı. Yəni hər dəfə bir rəqəmi print eləyəcək. Və A plus bərabər 1 vermişik ki, hər dəfə bir rəqəmi print eləyə bilsin. Çünki verməsə elə 1-də dayanıb qalacaq. Proses uzanacaq, yəni artmayacaq rəqəminiz. Plus 1 veririk ki, bir artsın, ona gələndə dayansın. Şərt artıq 11-ə keçməsin. İndi tərs addıma da baxaq. 10-dan 1-ə qədər deyəndə nə baş verir? Deməli, başlanğıcınız 10-dur. Son rəqəminiz də 1-dir. Ona görə də şərt veririk ki, A böyük bərabər 1 olarsa, yəni 1-dən böyük 10-a qədər nə varsa hamısını yaz. Amma 1-ə gələndə artıq dayan. Print eləyirik A-nı, məsələn, birinci dəfə 10-u print eləyəcək və burada artıq geri addım mənfi veririk. Çünki 10-dan 1-ə deyir, artırsanız düz olmayacaq. Plus 1 yazsaz 11-12 kimi davam eləyəcək. O da sonsuz olacaq, plus 1 yazsaz. Çünki dayanma nöqtəsi verməmisiniz, 1-dən böyük demisiniz. Yəni yazdığınız bütün rəqəmlər 10-dan böyük olduğu üçün 1-dən də böyük olacaq. Ona görə minus 1 veririk ki, 11 arası olsun. Hə, bildim. Onu printdən sonra yazmalıyıq. Printdən əvvəl yazsa o düz gəlməyəcək. Yazsanız nə olacaq? Bayaq plus 1-i də yazmışdıq. Necə görünəcək sizcə? Bir dəqiqə. Xəta verər məncə. 1 verəcək. 0 verəcək. Yox. 0 da vermir. 9-dan başlayacaq da mən. Hə, 1 götürdüm mən. 9-dan başlayacaq, son rəqəmimizdə 0 olacaq. Çünki 1-dən də 1-i çıxır, 0 eləyir. Daha sonra 0 üçün şərti yoxlayır. Ona görə belə olanda ya burada 11-dən verməlisiniz ki, düzgün nəticəni alasınız. Amma məncə elə 10-dan verib, burada printin birinci yazıb, daha sonra minus 1 yazmaq da məsləhətlidir bu şəkildə. Aydındırsa, onda funksiyalara baxaq. Birinci soruşmaq istəyirəm, funksiyalar nə deməkdir? Yəni Pythonla da məşğul olmasaq, digər proqramlaşdırma dillərindən bəziləriniz bilməlisiniz ki, funksiya nə üçün istifadə olunur? Məqsəd nədir funksiyaların istifadə olunmasında? Yəni, kodu yaza bilərik funksiyasız da, uzun şəkildə. Niyə funksiyalardan istifadə edirik? İstifadə eləməmisiniz funksiyalardan. Proqramı daha da sadələşdirmək üçün istifadə olunur. Bəli, demək olar sadələşdirmək. Həmçinin, məsələn, bir kodunuz var, böyük sətirli bir koddur, 10-15 sətirlik. Siz o kodu bir neçə dəfə bəzi yerlərdə istifadə eləməlisiniz. Onda gərək o kodu, məsələn, 15 sətirlik kodunuz var. Təkrar yazmalısınız bir neçə dəfə. Yəni, 15 sətiri bir yerdə yazdınız, başqa yerdə də təzən 15 sətiri yazmalısınız. Amma onun əvəzinə funksiyadan istifadə eləsəz, funksiyaya bir ad verirsiniz. Bir dəfə 15 sətirlik kod yazırsınız. Gələn dəfələr lazım olan yerdə funksiyanın adını yazıb çağıranda bir sətirlik kod şəklində o funksiya həmin işi görmüş olur. Yəni, təkrar
sətir boş-boşuna, yəni böyük sətirlər yazmış olmuruq. Sətir cəhətdən azaldırıq, yəni yenidən istifadə edə bilirik. Bunun üçün istifadə olunur funksiyalar. Əsas birinci sadə funksiyalardan danışaq. Pythonda funksiyalar def parametri vasitəsilə adlanır. Yəni həmişə başlanğıcda def yazmalısınız. Daha sonra funksiyaya ad verirsiniz. Məsələn, printə verəcəm ki, hello world çıxsın. Ona görə də məsələn say hello deyilən bir funksiya adı yazaq. İstədiyiniz adı verə bilərsiniz. Belə bir ad verirəm. Ad verəndən sonra mötərizə açılıb bağlanır. Bu isə parametrli də olur. İndi baxacağıq bunun içərisi parametrsiz də olur. Hal-hazırda parametrsiz yazıram. Və printə istədiyimiz nəticəni, yəni rəqəmli, stringli bir ifadə yaza bilərik. Məsələn, mən yazmaq istəyirəm hello world. Yoxlayaq görək nə baş verir. Yazdıq. Daha sonra funksiyanı çağırmaq lazımdır. Yəni print yazsaz belə funksiya işləmir. Funksiyanı çağırmaq üçün nə edirik? Funksiyanın adını gəlirik, aşağıda yazırıq, mötərizəni açıb bağlayırıq və bu şəkildə çağırırıq. Yəni siz funksiyanın içində nə qədər kod yazsanız, run edəndə işləməyəcək. Funksiyanı çağırmalısınız ki, funksiyanın daxilində yazılan kodlar işləmiş olsun. Say hello yazdıq və hello world nəticəmiz çıxmış oldu. Çünki printə hello world vermişik. Yenidən baxaq nə etdik? Funksiya istifadə etmək üçün def parametrindən istifadə olunur. Daha sonra funksiyaya istədiyimiz bir adı veririk və daxilində nə yazsanız, funksiyanı çağıranda həmin nəticə çıxmış olacaq. Funksiyanın çoxlu növləri var. İndi baxdığımız növü parametrsiz funksiyadır. Çünki funksiyanın adının daxilində heç bir parametrdən istifadə etmədik. İndi gəlin parametrli funksiyaya baxaq. Parametrli funksiya isə dediyimiz kimi funksiyanın adının içində parametrdən istifadə olunur. Yenidən funksiya yaradaq. Elə yenə məsələn say hello yaza bilərik. Yenidən salamlama bir funksiyası çağıracağam. Bu zaman isə içinə bir parametr daxil edirəm. Məsələn hello insanın adı yazılsın. Məsələn hello first name şəklində insanın adı da düşəcək və printə artıq nə yazıram? Hello first name. Yenidən funksiyanı çağırırıq aşağıda. Funksiyanı çağırdıq, amma içində parametr yazmadıq. Yəni first name çıxmayacaq. Nəticədə bu first name-ə bir ad verməliyik. Məsələn, say hello yazırıq Leyla. Yəni hello Leyla nəticəsini görmək istəyirəm. Baxırıq, yəni burada da belə bir boşluq qoyaq. Hello Leyla nəticəsi görünmüş oldu. Nə iş gördük burada? Dediyimiz kimi parametrli funksiyadır. Yəni bir funksiya yaratdınız, daxilinə parametr qeyd edirsiniz. Yəni parametrinizin adı da istənilən bir ad ola bilər. Mən first name qoydum. Daha sonra printə verirəm ki, istəyirəm ki, hello çıxsın və yanında da hansı insanın adını yazacamsa, o insanın adı çıxsın. Hello həmin insan. Print edirəm hello və first name yazıram. Daha sonra funksiyamı çağırmaq istəyəndə, bayaq necə ki çağırırdıq aşağıda say hello, daxilinə artıq nə parametr yazmışamsa first name, onu çağırmaq istədiyim insanın adını yazıram. Yəni siz hər dəfə fərqli adlar çağıraraq yaza bilərsiniz. Məsələn, Murad yazıram. Artıq bir dəfə hello Leyla görünür, bir dəfə hello Murad görünür. Yəni funksiyanın özəlliyi bu cəhətdən yaxşıdır ki, siz məsələn normalda nə etməliydiniz? Məsələn hello Leyla, hello Murad nəticəsini almaq üçün hər dəfə print hello Leyla, print hello Murad tək-tək yazmalıydınız. Amma bu şəkildə yazmaq daha üstünlüydür ki, çünki məsələn siz adları bilmirsiniz deyək ki, first name şəklində parametr verirsiniz və lazım olan hallarda istədiyiniz yerdə çağıraraq nəticəni almış olacaqsınız. Tək stringlər üçün keçərli deyil. Parametrli yazmaq rəqəm üçün də yaza bilərik. Məsələn, kvadratını tapmaq istəyirik rəqəmin. Def square deyə bir funksiya adı yazıram. Rəqəm qeyd edirəm.
A-nın yerinə nam yazsaq daha yaxşıdır. Daha sonra yaxşı olar ki, siz riyazi ifadələr yazanda return-dən istifadə eləyəsiniz. Return parametrindən. Return-süz də qayıdır, print yazsaz da qayıdır. Amma riyazi hesablama işlərində daha çox biz return-dən istifadə edib yazırıq. Return yazırıq, nam kvadrat necə tapılır? Ədədin kvadratı. Vur özləri, vur ikiləri. Üstüne 2 vururuz. Yani. Bəli, qüvvət 2 şəklində yazılır. Və daha sonra nə etməliyik? Bu funksiyanı çağırmalıyıq. Yazıram. Məsələn, 5-in kvadratını tapmaq istəyirəm. Bu şəkildə funksiyanın adını yazıram və daxilinə namın yerinə rəqəm yazıram. İstədiyim rəqəmi və kvadratını tapmış oluruq. Sonra nə edə bilərik? Daha sonra cəmini tapa bilərik. Siz kömək eləyin, yazaq. Funksiyanı necə başlamalıyam? Məsələn, cəm funksiyası yazmalıyam. Məsələn, müəllim def yazaq, sum. Sum ama demişdik. Yaxşı deyil ad olaraq. Məsələn, total qoyaq. Total yazaq. Total nam yazaq. Artıq amma istəyirəm 2 ədədin cəmini tapım. 2 parametr qəbul eləyə bilir. İstənilən qədər nam 1, nam 2 şəklində yaza bilərsiniz. İstənilən sayda parametr yazmaq olur. Sonra return yazırıq. Bəli. Nam 1 üstəgəl nam 2. Düzdür. Bəs bunu mötərizə içində sum olaraq yazmaq olar, yoxsa ancaq belə üstə tələklə? Yox, funksiyada yox, elə olmur. Onu gərək listə çevirəsiniz, elə yazasınız. İndi isə totalı çağırırıq və totalın içərisində istədiyimiz rəqəmləri qeyd edirik. Bəli, 2 rəqəm olduğu üçün artıq məsələn 3, 4 yazıram. 7 şəklində nəticəmiz çıxmış olacaq. Birbaşa funksiyanı çağırmaqda olur və ya bu cürdə yazmaq olur. Bir dəyişən təyin edirsiniz. Məsələn, result bərabərdir total 3, 4 deyib, daha sonra print edə bilərsiniz resultı. Yəni, yenə eyni nəticə çıxacaq. Yəni, birbaşa da çağıra bilərsiniz və dəyişən təyin edib print edə verə bilərsiniz. Fərqi yoxdur. Daha sonra nə edə bilərik? Sum işləməyəcək. Amma məsələn, stringin uzunluğunu tapmaq istəyirik. O işləyəcək. Sum ona görə işləmir ki, çünki listin içində sumdan istifadə edirik. Amma stringlə bağlı iş görə bilərik funksiyada. Məsələn, dediyim kimi stringin str-in uzunluğu lazımdır. Str len adında bir funksiya adı qoyuram. Və içində də string olacaq. Nə qoyaq adını? Str qoymaq istəmirəm. Bir qoyaq str. Daha sonra return eləmək istəyirəm uzunluğunu. Stringin uzunluğunu necə tapırdıq? Len funksiyası olur. Bəli, yazacaq len. Burada nədən istifadə eləməliyəm? Neyin uzunluğunu tapıram? Word-ün str-in. Bəli, str-in. Və daha sonra gəlirəm str-len. İstədiyim bir string daxil eləyirəm. Məsələn, Word yazırıq. Və nəticəmiz 5 çıxmış olur. Yəni, tək rəqəmlər üçün işləmir. Hərflər, stringlər üçün də işləyir. Sadəcə sum list üçündür. List üçün işləməyəcək string və rəqəmlər üçün, number üçün bu cür yaza bilərsiniz. Sonra məsələn, stringin tərs yazılışını tapmaq istəyir. Yəni, bir sözün tərsdən olan yazılışını. Onun üçün necə funksiya yaza bilərik? Reverse müəllim. Normalda reverse ilə tapırıq. Amma indi məsələn, reverse str deyə bir ad verirəm. Bayaqki kimi yenə məsələn, içinə str yazıram. Tərsdən stringin necə tapırdıq? Yəni, söz tərsdən oxunsun. İndeksini qeyd edirdik, müəllim. Bəli. Yəni, return hissəyə str kvadrat mötərizəsində bu cür -1 yazırdıq. Bu da tərsdən bizə oxudurdu. İndi bir söz yazaq, funksiyamızı yazırıq. Reverse str. Məsələn, Python-u tərsdən oxudaq. Bu cür tərsdən yazılışına baxa bilərsiniz. Bir dəqiqə.
Burada bunu kopyalayayım, aşağı atın. Burada return yok, print yazayım da. Sizce bu ikisi arasındaki fark nedir? Return ile print'i değiştim. Başka hiçbir değişikliği eləməmişəm. Nəticə olaraq fərq nə oldu? Müəllim, biri dırnaq içindədir, biri dırnaqsızdır. Ona görə də məsələn rəqəmli funksiyalarda bayaq dediyim kimi return istifadə eləməyiniz yaxşıdır. Amma string tipli funksiyalarda return edəndə string olduğunu bildirmək üçün return kənarına dırnaq qoyur. Yəni bu cürdə yaza bilərsiniz və printdə yazanda bu cür nəticəniz çıxmış olur dırnaqsız. Çox hallarda stringlər returnsüz yazılır print vasitəsilə, amma rəqəmlər isə return vasitəsilə. Sizə parametrli də aydındırsa, keçək anonim funksiyalara. Anonim funksiyalar nə deməkdir? Adından göründüyü kimi anonim nə deməkdir? Yəni bilinməyən bu funksiyaların adı olmur. Çünki bayaqdan diqqət edirsinizsə, biz funksiyalara adlar veririk. Amma bu funksiyalar bir sətirlik yazılır. Ad verməyə ehtiyac olmur. Yəni çağırmağa ehtiyac olmur. Məsələn, bayaq kvadratı necə yazdıq? Kodu məsələn ataq aşağı. Bir square deyə funksiya adı qeyd elədim. Daxilinə nam yazdım, kvadratını tap dedim. İndi bunu anonim funksiya vasitəsilə yazaq. Anonim funksiya ilə yazanda çox vaxt bir dəyişənə bərabər eləyirik ki, sonra həmin dəyişəni print eləyək və ya birbaşa printin içində də yaza bilərsiniz. Hər ikisinə baxarıq indi. Bir square deyilən dəyişən yaratdım və istədiyiniz adı yaza bilərsiniz bura. Anonim funksiyalarda lambda parametrindən istifadə olunur. Yəni başlanğıcda həmişə lambda yazmalısınız. Daha sonra nə istənilir bizdən? Ədədin kvadratı tapmaq. Ədəd üzərində işləyəcəyimiz üçün birinci olaraq anonim funksiyalarda ədədin adı yazılır, yəni nam vermişik. Nəyin üzərində iş görürüksə, birinci onun özü yazılır, daha sonra qoşa nöqtə qoyulur. Bu qoşa nöqtədən sonra isə artıq nə iş görəcəksinizsə onu yazırsınız. Nam kvadratını tap. Yəni burada nə üzərində iş görürsünüz onu yazırsınız. Bu hissədə isə görəcəyiniz işi qeyd edirsiniz. İndi gəlin printə verək nəticəmizi. Print square yazıram. Və bayaqki kimi məsələn 5-in kvadratını, yəni square-ni çağırıram. Burada da çağırmışdıq. Hardadır? Burada. Baxırıq, yenə də nəticəmiz 25 çıxmış oldu. Amma bu artıq funksiya deyil, bir dəyişən kimidir. Amma onu bu cür çağırmaq olur funksiya kimi. Çünki kvadratını başqa cür tapa bilmərik. Bu cür rəqəmi daxilində yazmalısınız. Belə, bu cür olur. Tək sətirlik koddur. Yəni birbaşa printdə də yaza bilərsiniz. Onda bir sətirlik olacaq. Yəni dəyişən təyin eləmədən print lambda bu cür. Amma yox, bu cür yazsınız. Daha sonra rəqəmi də verməlisiniz. Onda yox, yaza bilməyəcəyik birbaşa ilə. Çünki rəqəmi verməliyik. İki sətirdə printə funksiyanın adını, dəyişənin adını yazırsınız və rəqəmi qeyd edirsiniz. İndi sizdə burada da bir dəyişən yox, bir parametr yox, birdən çox parametr də yaza bilərsiniz. Necə ki, burada rəqəmləri topladıq bayaq sizinlə. İndi bunun anonim funksiyasını deyə bilərsiniz, yazım. Yəni, 2 ədədin cəmini anonim funksiya ilə necə yaza bilərik? Buna baxıb. Başlanğıc neynəməliyəm? Burada da mənim totaldan başlamaq lazımdır da. Nədən? Yəni total yazıb number 2, number 2 verib. Bəli, total deyə bir dəyişən adı veririk, bərabər eləyirik. Daha sonra nə yazmalıyam? Number 1, number 2 yazmışız mən. Birinci bura baxaq, neynədik? Ha, bura bax. Birinci, bəli, anonim funksiyanı yazmaq üçün birinci lambda parametrindən istifadə edirik. Daha sonra bəli, nam 1, nam 2. Burada necə ki, nam 1, nam yazmışam, sonra demişəm onun üzərində iş gör. Burada artıq 2 parametr olduğu üçün vergüllə ayıracam və qoşa nöqtə qoyacam. Bundan sonraki hissədə isə görəcəyim işi yazacam. Number 1 plus number 2. Bəli.
Və printer. Bəli, print total. Burada artıq 2 rəqəm qeyd eləmiş olacam. Bu şəkildə nəticənizi almış olursunuz. Birbaşa çağırmaq üçün bir dəqiqə bunu bir də yazım. Square-ni sileyim. Bunu bir mötərizəyəlim. Və ikincidə də məsələn 5-in kvadratını istəmişdik. Bu cür yaza bilərsiniz. Bayaq dedim birbaşa olmur, amma olur. Baxın, bayaq nə etdik? Hələ ki bu cəmə baxmayın. Kvadratı tapanda nə etdik? Square-ni dedik dəyişən yaratdıq, bərabər elədik, kvadratını tap və print-ə həmin nəticəni verdik. Və mən dedim ki, birbaşa dəyişən yaratmadan da olur. Onu necə edirik? Print yazırsınız. Bir mötərizədə, mötərizənin içində həmin lambda funksiyasını yazırsınız. Yəni burada nə iş görürsünüzsə onu. İkinci mötərizədə isə siz hansı rəqəmi yazacaqsınızsa, yəni namma hansı rəqəm verirsinizsə onu qeyd edirsiniz. Yəni ikisində ayrı mötərizədə yazırsınız. Vergülə ehtiyac yoxdur və iki ayrı mötərizə şəklində printin içində yaza bilərsiniz. İndi bunu sizcə necə yaza bilərəm birbaşa printin içində bu funksiyanı? Xalidə xanım deyə bilərsiniz. Printin içərisində yazacaq da mənim onu da. Yəni yazacaq, amma rəqəmləri hansı hissəyə qeyd edəcəm? Digər mötərizə açacağıq, 3-4 oraya qeyd edəcək. Bəli. Yəni fərqi yoxdur, tək parametr olsun, cüt parametr olsun. 3-4-ü də vergül qoyaraq bu şəkildə göstərə bilərsiniz. Yenə də eyni nəticəni almış olursunuz. Düzdür. Deməli, lambdanın üstünlüyü nə oldu? Qısa yazılır. Gördüyümüz kimi tək sətirdə belə yaza bilirik. Defdə isə ən azı 2-3 sətirdən istifadə edirik. Ad verməyə ehtiyac yoxdur. Adsız funksiyalardır. Amma adlı olmasının üstünlüyü odur ki, bayaq dediyim kimi istədiyimiz yerdə təkrar yazmadan çağıra bilirik. Amma adsız olanda artıq onu eləyə bilməyəcəyik. Çünki çağırmaq üçün bizə ad lazımdır. Məsələn, bu cür olanda def square, istədiyim yerdə square içinə rəqəm yazanda mənim üçün çıxaracaq. Amma lambda ilə gərək bu kodu hər dəfə yenidən yazasınız. Ən çox bu funksiyalar nə üçün istifadə olunur? Map və filtr üçün istifadə olunur. İndi onları keçəcək. Ona görə də anonim funksiyalardan istifadə edirik. Çünki map və filtr lambdasız işləmir. Amma belə normal hallarda bir neçə dəfə çağırmaq istəyirsinizsə, o zaman adlı funksiyalardan istifadə etməlisiniz. Onda keçək nəyə? Map və filtrə keçəcək. Ondan əlavə funksiyanın növlərindən danışdığımız üçün bir növü də sorted funksiyalardır. Sorted funksiyalardan artıq danışmışıq. Məsələn, listimiz olurdu. Bizdən istənilirdi ki, ardıcıl yazmamalıydım. Sorted nə deməkdir? Yəni ardıcıl sıralanmalıdır. Bizdən istənilirdi ki, ədədlər ardıcıl şəkildə sıralansın. Bunun üçün biz sorted funksiyasından istifadə edirdik. Necə yazırdıq sorted-i? Sorted mötərizədən numbers. Bir dəyişən təyin edeyim. Məsələn, sorted nam bərabərdir düzdür sorted. Nöqtə mötərizədə listimizin adı. Və printed sorted nam verəndə nəticəni görmüş olurduq. Azdan çoxa doğru sıraladıq. Bəs çoxdan aza üçün nədən istifadə edirdik? Reverse true yazırdıq. Yəni, bu hissədə listin adından sonra reverse bərabərdir true yazırdıq. Yəni, default reverse false-dur. Disk şəkildə, yəni çoxdan aza yazmaq istəyiriksə, bu cür reverse true yaza bilərsiniz. Daha sonra biz ancaq sorted rəqəmlər üçün keçdik. İndi gəlin stringlər üçün də danışaq. Bundan danışmamışıq daha əvvəl. Məsələn, lessons deyə bir list yaradırıq. Daxilində dərsləri yazırıq.
Bizdən nə istənilə bilər? İstənilir ki, bu list əlifba sırasına görə sıralansın. Necə ki, rəqəmlərə görə sıralayırdıq. İndi A-dan Z-yə doğru, yəni əlifba sırasına görə sıralansın. Bunu necə eləyirdik? Əslində buna baxmışıq. Bundan sonra növbəti addımları amma göstərəcəm. Yenə də elə eyni sorted yazırıq. Birbaşa gəlin printə yazım. Sorted yazıram. Lessons. Baxırıq, artıq yeni list yarandı. Ardıcıl şəkildə ilk hərflər əlifba sırasına görə sıralanmış oldu. Stringlərdə key parametrindən istifadə olunur sorted üçün. Bəzi işlər görə bilmək üçün. Məsələn, bayaq rəqəmlərə görə, daha doğrusu əlifba sırasına görə sıraladım. Elə birbaşa sorted yazdım. Amma bizdən istənilə bilər, məsələn, bu listi uzunluğa görə sırala deyə bilər. Azdan çoxa doğru. Məsələn, deyək ki, ən kiçik SQL-li birinci gələcək. Əslində, burada elə azdan çoxadır. Fərq yoxdur. Deyək ki, yerləri qarışıq olsun. Gəlin dəyişək yerlərini. Yəni, SQL, Excel, Python, Power BI şəklində gəlməlidir. Uzunluğa görə sayını hesablasın və azdan çoxa doğru sıralasın. Bunun üçün sorteddə key parametrindən istifadə olunur. Necə yazılır? Sorted STR deyə bir dəyişən yaradıram. Sorted eləyirəm nəyi? Lessons-ı həmişəki kimi. Virgül qoyub key yazıram. Key parametri. Deyirəm ki, uzunluğa görə sırala. Yəni, normalda sorted yazırdıq ki, baş hərfinə görə, əlifba sırasına görə düzür. Amma indi sayıya görə sıralamasını istəyirəm. Print yazırıq. Sorted STR. Baxırıq nəticəyə. Baxsanız artıq 3 hərfli, 5 hərfli, 6 hərfli və 6-dan daha çox hərfli şəklində sıralanmış oldu. Yəni, stringdə müəyyən bir iş görmək üçün həmişə key bərabərdir, o funksiyanın adını yazacaqsınız. Yəni, len yazırsınız, görürsünüz, rəngi də fərqli olur. Çünki bu bir funksiyadır. Başqa nə iş görə bilərik? Məsələn, yenə məsələn bunu götürək. Bizdən istənilir ki, bu listin bütün hərflərə kiçik ilə yazılsın. Kiçik hərflə. Bu necə eləyə bilərsiniz? Sorted istifadə eləyərək key parametri ilə. Lower'a bərabər eləməliyim onu. Necə eləməliyik? Yəni, bunun eyni kodu kopyalayıram. Sadəcə key bərabərdir. Bəli. Key bərabərdir. Birbaşa lower yazılmır. str.lower yazılır burada. Burada len str yazılmır da düzdür, amma bəzi funksiyalarda bu şəkildə yazılır. Yoxlayaq, print eləyək. Baxırıq, nə istədik? Kiçik, hərflər kiçik etsin. Str lower. Yetmədi. Yox. Neynədir? Excel, Power BI. Hamısını kiçiltdim. Daha sonra qarışıq şəkildə Excel, Power BI, Python sıraladım. Cür olur olmağına. Nasıl hansısa hissədə səhv görürsünüz. Sorted yazdıq, lessons yazdıq. str.lower. Eyb yoxdur, bu qalsın. Baxarıq, daha sonra qarışıq şəkildə sıralandım. Yəni, STR-in yerinə lessons yazsaq necə olur? Yox, str yazılmalıdır. Belə olsa error verəcək. Sadəcə məntiqini tuta bilmədim hansı sıraya görə düzdür, qarışıq şəkildə düzdür. Yox, vaxt itirməyə baxarıq buna. Gələn dərsin əvvəlində baxarıq. Başqa nə eləyə bilərsiniz? Məsələn,
Sizə verilə bilər bir list, tələbələrin bir listi. Bu listin içində də tələbələri listlərə bölüblər. Keçmişdiyi listin içində listlər ola bilər. Məsələn, birinci tələbə Leyladır, balı 90-dır. Daha sonra ikinci tələbə yeni bir listdə olacaq, adı Muraddır, balı 80-dir məsələn. Bir dənə də tələbə yazaq, bir nəfər. Mərciz olsun, balı da 70 olsun. Bu şəkildə bir listiniz var. Yəni bir list içində də 3 dənə listə bölünüb. Bizdən nə istənilə bilər? Bunları da sorted şəkildə sıralamağı istəyə bilər. Azdan çoxa doğru. Yəni birinci Nərgiz gəlsin, sonra Murad gəlsin, sonra da Leyla gəlsin. Bunun üçün necə yazmalısınız sorted funksiyasını? Sorted students yazıram. Bərabərdir. Həmişəki kimi birinci sorted funksiyamızı yazırıq. Daha sonra listimizin adını yazırıq. Key yenə veririk. Çünki müəyyən bir iş görürük. Keydən istifadə edirik. Nə etməlisiniz? Ballara görə sıralamalısınız. Balları seçmək üçün hər listimizdə bal neçənci sırada durur? Tək-tək listlərimizdə də indeks olaraq neçənci yerdə durur? Birinci yerdən. Aha, bəli, sıfırdan başlayırıq, 0, 1. Yəni biz key olaraq deməliyik ki, sortedi hər listin birinci elementinə görə, yəni indeksi 1 olana görə elə. Bu zaman keynin içində lambdadan istifadə olunur. Deyirik ki, lambda, məsələn, indeks yazaq, ad veririk istədiyimiz adı. İndeks, burada yazırıq ki, indeks üzərində iş görürük. Qoşa nöqtədən sonra isə görəcəyimiz işi yazırdıq. İndeksin birincisinə görə deyirəm. Və mötərizəni bağlayırıq. Print edək, nəticəmizə baxaq. Sorted ST-də. Baxırıq, artıq nəticəmiz azdan çoxa doğru sıralanmış oldu. Nə iş gördük? Baxaq yenidən. Listin içində listlər var dedik və bizə lazımdır ki, hər listin içindəki ikinci elementə görə sıralama aparaq. Bunun üçün yenə sorted funksiyasından istifadə edirik. Listimizin adını yazırıq. Key hissədə bildirməliyik ki, keyyə birinci elementinə görə, indeksi 1 olana görə et. Bunu da bildirmək üçün sadəcə indeks 1 yazsaz bildirmək olmur. Çünki lambda yazıb bir funksiya adı yazmalısınız, bir parametr adı. O parametrin birincisi deməlisiniz. Ona görə də burada lambdadan istifadə olunur. Bir də biz sizinlə keçmişdik, sorted'e keçəndə sortuda. Sort funksiyasında. Bu ikisinin fərqi nə idi? Bundan danışmışdıq. Yəni, sorted varsa sortdan nə istifadə olunur? Yadınızda qalmayıb. Mən sort deyəsən birbaşa ki, listə daxil ola bilmir. Deyəsən, kopyasını çıxardırdı. Belə bir şey xatırlayıram. Baxaq. Orada rəqəmli listimiz. Belə bir listimiz var. Hər ikisini yazaq. Birinci sorted eləmək istəyirəm. Belə bir şey demişdi. Deyəsən, mən sort orijinal listin özünü dəyişir. Hansı dəyişir? Sort yoxsa sorted? Sort. Bəli, düzdür. Sort dəyişir. Ona görə də biz çox hallarda sorteddən istifadə edirik. Gəlin də sort olan variantını da yazaq. Bax, dedim ki, numbers'ı buradan götürüm, yenə qoyum. Dedim ki, belə bir listim var, onu sort et və daha sonra mənə numbers'ı göstər. Numbers'ı sort et deyirim.
Və mənə numbers'ı göstərir. 1, 3, 5, 7, 8 sort olunmuş varianta salır və artıq baxsanız orijinal listim fərqli formatda idi. Orijinal listimə dəyişmiş oldum. Bu da riskli bir işdir. Yəni birbaşa orijinal listi dəyişmək düzgün deyil. Ona görə də sorted-dən istifadə eləsəz daha yaxşıdır. Çünki sorted orijinal listi dəyişmir. Baxsanız print həm sorted numbers verdim. Daha sonra da numbers verdim. Sorted numbers baxdıq dəyişdi. Doğrudan da sort elədi. Amma sonra əvvəlki variantına baxırıq numbers görürük ki, dəyişiklik olmur. Yəni sadəcə printin içində işləyir və ya bir dəyişən təyin edirsiniz, ona bərabər edirsiniz. O dəyişəndə işləyir sorted. Birbaşa orijinal listə toxunmuş olmur. Ona görə də sorted istifadə eləsəz daha yaxşıdır. Daha sonra funksiyalardan danışarkən bir də göstərmək istəyirəm nested iteration'a. Bunu da danışaq, daha sonra map filterdən danışaq. Nested iteration nə deməkdir? İç-içə yazılan for dövrü üçün istifadə olunur. Biz həmişə bir for dövründən istifadə eləmişik. Yəni for yazmışıq, içində müəyyən bir şərt vermişik və ya birbaşa print verib nəticəni görmüşük. Amma siz iç-içə şəkildə də yaza bilərsiniz. Əvvəlcə bir rəqəmli formatını göstərirəm. Biraz qarışıq gələ bilər. Amma problem deyil, aydın olacaq. Num1 məsələn bir rəqəmli olsun. Range məsələn 3-ə qədər, 0-dan 3-ə qədər. Range-ə də 0 başlanğıc yazmasaz, təkcə 3 yazsaz, bu 0-dan 3-əni bildirir. Daha sonra içində bir dənə də for yazıram. Num2 in yazırıq. Range bu da olsun 2-yə qədər. Print edirik. Nəyi? Həm num1-i görmək istəyirəm, həm də num2-ni. Baxaq nəticəyə. Nə baş verir burada? Birinci forumu verirəm 0-dan 3-ə qədər. Range 0-dan 3-ə nə deməkdir? 0, 1, 2, düzdür? 3 daxil olmur. Range 2 nə deməkdir? 0, 1. Yəni bu hissə dövr 0, 1, 2-dir. Bu hissə isə 0, 1-dir. Birinci başlayırıq bu hissədən. Num1 deyirəm ki, range 0, 1, 2 başlayır 0-dan ilk olaraq dövrə başlayanda ilk rəqəmdən başlayır. 0, daha sonra içinə daxil olur. Range 2 üçündə ilk rəqəm 0-dır. Yəni num1-im də, num2-im də hal-hazırda 0-dır və printdə də məndən num1 və num2-ni soruşur. İlk dövrümün nəticəsi 0, 0 alınmış olur. Daha sonra hələ ki for tam yuxarı qalxmır, çünki hələ də 0-la davam edirik. Bu hissəyə keçir. Yəni print burada bitəndə qalxır bir addım bu hissəyə yuxarı, bura qalxmır. Bura qalxanda baxır 0-la işi bitdi, keçir 1-ə. Buradan 0-dır, buradan da 1-dir. 0, 1 nəticəsini almış oluruq. Görürük ki, burayla işimiz bitdi. Çünki burada 0 idi. Burada da artıq 0, 0 cütlüyünü də yaratdıq. 0, 1 cütlüyünü də yaratdıq. Ona görə printdən sonra qalxır bu hissəyə, keçir 1-ə. Num1-imiz hal-hazırda 1-dir. Num2-miz isə baxırıq 0-dan başlayırıq yenə və 1, 0 cütlüyünü yaratmış oluruq. Sonra növbəti addım yenə for buradan davam edir. 1, 1 cütlüyünü yaradır. Bu şəkildə yəni print bitir, qalxır yenə yuxarı 2 üçün davam edir və 2, 0 və 2, 1 cütlüyünü yaratmış oluruq. Bu nə üçün istifadə oluna bilər? Belə yəni rəqəmli halı çox istifadə olunmur. Ola bilər məsələn deyə bilər range 3 cütlüyü yarat, içində də range 2 və bu cütlüklərin cəmini tap. Cəmini tap desə nə edəcək? Num1 plus num2 deyəcək. Bu şəkildə hər bir cütlüyün belə də yaza bilərik. Num1 num2-ni də göstərsin. Həmçinin cəmini də göstərsin. Bunu gəlin eləyək. Belə yaxşı görünmür. Bir stringə alaq. Burada bir bərabərlik yazaq. Daha səliqəli bir görünüş olsun. Bu şəkildə, yəni siz cütlüklərinizin cəmini tapa bilərsiniz lazım olan halda. Amma başqa nə etmək olar? Yəni niyə istifadə edirik nested iteration'dan? Məsələn, bizə listdə sözlər verilib. Hello və word sözləri verilib. Bizdən istənilir ki, bu sözləri hərf-hərf yazaq alt-alta. Tək bir söz olsaydı, for'dan istifadə edib yazacaqdıq, düzdür? Amma indi iki söz
olanda nə etməliyik? Gəlin bir sözlü variantına baxaq. Bir də iki sözlüyə də for'a baxaq. For word in words print word deyirəm. Bu şəkildə mənə elementləri tək-tək qaytarmış olur. İndi gəlin birinə baxaq necə olur. Biri də hello-nu verir. Çünki bu bir dırnağın içindədir. Ona görə yenə söz götürür, element götürür. Fərq yoxdur 1-2. Amma bizdən istənilsə ki, bu cür yox, hərf alt-alta sıralansın. Yəni hello da bölünsün hərflərə H, L, L, O, word də alt-alta belə hərflər şəklində sıralasın. Bunu sizə necə eləmək olar? Yəni normalda bunu eləmək üçün bu listdə yox, stringdə olmalıdır ki, sənin bu şəkildə. Belə olsa eləyə bilərik, düzdür? For char yazırdıq yadınızdadırsa, inestdir, print elə, charı. Bu hərf eləmiş olurdu bu şəkildə. Amma bizdən tapşırılıb ki, bu şəkildə qalsın. Listə toxunmayın, stringə çevirməyin. Amma hərf alt-alta yazaq. Bunun üçün nə edirik? For'un içində for'dan istifadə edirik. For, char, in. Bu dəfə artıq Word-ə müraciət eləməyəcəm, sözlərə müraciət eləyəcəm. Word, print elə, charı. Baxırıq, artıq istədiyimiz nəticəni almış oluruq hərf. Niyə belə oldu? Çünki birinci forumuz nə edir? Word in words deyirik. Yəni deyirik listin içində elementləri tək-tək seç. Word artıq məndə bir dəfə hello olur, bir dəfə də word olur. Amma içindəki for nə iş görür? Deyirəm ki, for char hərflərə parçala, nələri? Wordləri. Word-də nədir məndə? Bir dəfə hello-dur, bir dəfə də word-dur. Artıq string-də bu wordlər məndə. String-i də rahatlıqla for vasitəsilə tək-tək ayıra bilir. Bu cür yəni sizdən listdə hərfləri ayrı-ayrı alt-alta yazmasını istəsə, stringə çevirmədən bu cür 2 dəfə for istifadə eləyərək yaza bilərsiniz. Aydındır. Kimisə sualı varsa bura qədər verin. Aydındırsa, onda gəlin keçək funksiyamızın sonuncu növü olan map və filter funksiyalarına. Ən çox istifadə olunan funksiyalar bunlardır. Nə deməkdir? Map və filter. Bayaq dediyim kimi, anonim funksiyalar tək halda elə də çox istifadə olunmur. Bu cür yazılış elə də çox istifadə olunmur. Əsas map və filterin içində lambdadan istifadə edirik. Nə deməkdir? Niyə istifadə edirik? Birinci baxaq mapə. Map ona görə istifadə olunur ki, bir funksiyada məsələn bir listiniz var. O listin içində hər bir elementə istəyirsiniz ki, bir funksiya tətbiq olunsun. Onu siz ya forla gərək ayırasınız, tək-tək element kimi götürəsiniz, daha sonra onun üzərində iş görəsiniz. Amma ondan əlavə mapdən istifadə edə bilərsiniz. Map istifadə edəndə artıq for'a ehtiyac olmur. Map'in quruluşu elədir ki, list var, tuple var. Map başa düşür ki, siz o listin içində elementlərə tək-tək müəyyən bir iş görmək istəyirsiniz. Yəni for'dan istifadə eləməmək üçün biz map'lə bir sətirdə kodumuzu yazıb onun üzərində müəyyən bir iterasiya işi və ya müəyyən bir fərqli hesablama işləri görə bilərik. Məsələn, yenə bir list, rəqəmli list yazaq. Və bizə deyilir ki, bu listin içindəki bütün ədədləri 2-yə vur. Bunu normalda necə edirik? Hələ ki, map'i düşünməyək. Map olmadan necə edirdik? For-inlə yazırdıq, müəllim. Bəli. Yəni for num in numbers yazırdıq. Bu hissəyə nə yazmalıydım? Num'u bərabər eləməliydim. Num vur 2-yə. Və nə etməliydik? Boş bir list yaratmalıydıq ki, yeni dəyişikləri o listə əlavə eləyək. Çünki orijinal listdə dəyişmək olmaz. Onun içi doludur çünki. Boş bir list yaradırdıq və deyirdik ki, new listə
append et neyi? Namı. Və sonda print edirdik neyi? New listi. İkiye vurulmuş variantı bizə qaydırdı. Bu şəkildə biraz uzun bir kod alınırdı. Bunu map vasitəsilə bir sətir ilə yazmaq mümkündür. Necə yazırıq? Yəni bizdən istənilir ki, listin ikiye vurulmuş halı qayıtsın. Map anonim funksiya olduğu üçün sadəcə bir dəyişən adı yazıb bərabər edirik və ya birbaşa printin ismində yazırsınız. Map yazırıq. Həmişə map və filtrdən sonra başlanğıcımıza lambda yazırıq, anonim funksiyada. Və bizdən nə istənilir? Hər bir elementi ikiye vur. Elementimizə bir ad veririk. Bayaq necə ki nam vermişdim. Lambda necə olurdu? Qoşa nöqtə yazılırdı. Daha sonra onun üzərində nə iş görürüksə onu yazırıq. Nam vur 2 yazıram. Mapdə virgül qoyulur lambda bitəndən sonra. Və bu hissədə siz nəyin üzərində işləyirsinizsə onu qeyd edirsiniz. Biz hal-hazırda numbers listi üzərində işləyəcəyimiz üçün numbers'ı qeyd edirik ki, yəni get numbers üzərindən elementləri nam et, hər birinə yəni nam adını ver və onu 2-yə vur. Və print result edirik. Nəticəyə baxırıq yəni. Bu şəkildə bizə obyekt qayıdır. Bunu görməmək üçün, yəni açılışını görmək üçün nə yazırdıq? List yazmalıyıq. Bəli, qarşısına list yazsaq, list variantını və ya tuple yazsaq da tuple variantını görmüş olacaqsınız. Və görürük ki, hər ikisi eyni nəticəni vermiş olur. Bu ama bir sətirlik kod oldu. Bu isə daha 4-5 sətirlik. Yəni burada nə baş verdi? Yeni bir list yaratdıq, daha sonra onu append elədik. Amma burada heç birinə ehtiyac yoxdur. Bir dəyişəni bərabər edirsiniz, nəticə çıxmış olur. Və ya string üzərində danışsaq, bizə deyilir ki, bütün hərflərini böyük et listin. Hələ ki map yox. Digər varianta baxaq. For vasitəsilə necə yaza bilərik bütün hərfləri böyük şəkildə? For lesson, in lessons yazacağım mən. Şərt verməli if. Şərt ehtiyac var. Yox. Bütün hərfləri, baş hərflərin böyük istəyirik, yoxsa balaca? Yox, bütün hərflərini. Bütün hərfləri. Bəli. Title-la yazacaqdı onda. Bütün hərflər nə idi? Title ilk hərfləri idi. Kapitani. Upper funksiyası. Bəli. Upper Sadəcə vasitəsi. lessons'ı vururuq upper'a. Yəni upper nöqtə ilə funksiyanı. Necə? Tam eşidilmədi səsiniz. Lessons yazırıq. Lesson nöqtə upper. Bəli. Bu şəkildə yazılır. Sadəcə indi belə yazsaq bunu harda görəcəyik? Görə bilməyəcəyik. Onun üçün nə etməliyik? Yeni bir list yaratmalıyıq. Hələ sonra bunu hamısını append edirik. Bəli, bu hissədə new list append yazıram. Daxilinə də bu upper formasını. Bu şəkildə yazdım. Yenirəm, print eləyirəm new listi. Baxırıq, hamısı böyük formatda qayıtmış oldu. İndi maplə fikirləşək. Sizcə maplə necə yaza bilərəm bütün hərfləri böyük? Bir sətirlik kod seçimdə. Ya print'de yaza bilərik, resultat yaza bilərik. Resultda yazaq, fərqi yox. Bərabər verib map yaza biləm də veririk mənim mötəzə içində. Sonra nə etməliyəm? Sonra lesson için veririk mən. Lesson deyə bir dəyişən yazaq. Bəli. Sonra qoşa nöqtə qoyuram və görəcəyim işi yazıram. İşdə nədir? Böyük hərflə yazmalıyıq. Yəni lesson nöqtə upper. Və vergül qoyub sonra mütləq şəkildə listin adını qeyd etmək lazımdır. Hal-hazırda listimizin adı lessons'dır. Print list result. Və eyni nəticəni almış olur. İkisində də böyük hərflərlə görünmüş olur. Sonra məsələn uzunluğunu tapmaq istəsəm, yəni uzunluğunu tapım və yeni listdə uzunluqlarının rəqəmi görünsün. Yəni yeni listimdə görünsün 3,5, 6, bu neçədirsə 9 formatında görünsün.
Normalda nə edirdik? Yenə forla yazırdıq. Yeni bir list append eləyirdik lenlərini, sayların uzunluqlarını. Amma indi lambda ilə necə yaza bilərik? Müəllim, həmən rezultu kopya etsək və upper yerinə sadəcə len yazsaq. Düzdür. Burada app'da silirik. Len necə yazılır? Len lesson. Baxırıq saylarının, daha doğrusu uzunluğunun, yəni elementlər içindəki hərflərin sayı qayıtmış oldu. Sonra nə etmək olur? Bir də belə bir şey eləmək olur. Məsələn, sizin rəqəmli bir listiniz var. İstənilir ki, bu listi stringə çevirəsiniz. Bu zaman map'dən istifadə eləmək olur. Map neyinir? Map deyirik str et numbersları. Belə bir map'də özəlliyi var. Print result yazırıq. List yazırıq. İstəyir. Mənim map'da sonra lambda gəlmir burada. Ramba istəyir yazdım. Yox, burada lambdaya ehtiyac olmur. Normalda işləyirdi bu kod, amma burada işləmədi. Nə etmək istəyirdim? Bunlar nəticə olaraq kənarda dırnaq olmuş variantda listin içində qayıdır. Tipulu yazaq, amma yəqin ki işləməyəcək. Ola bilər Jupyter Notebook götürmür, amma normalda bu işləyir belə bu variantda. Yəni lambdaya ehtiyac olmur. Burada elə belə bir map'də kod var. str yazırıq, numbers'ı yəni str. Amma ola bilər Jupyter Notebook'da olmadı. Fərqi yoxdur. Yəni olmasın nə edirik? İçindəki elementləri götürürük, qarşısına str yazırıq, stringə çevirir. Amma aslında çox ehtiyac olmur rəqəmə stringə çevirmək. Başqa nə iş görə bilərsiniz? Necə ki böyük hərflə etdik. İlk hərfinin bayaq dediyiniz kimi title, capitalize edə bilərsiniz ki, sadəcə ilk hərflər ola bilər, qarışıq sözlər olsun hərflərin içi. Sizə tapşırdım ki, ilk hərfləri böyük edin. Bu zaman title'dan və capitalize'dan istifadə edib burada nə edəcəksiniz? Tək dəyişəcəyiniz upper'ın yerinə capitalize yazmaq olacaq. Deməli, map'in özəlliyi nə oldu? Map'dən niyə istifadə edirik? For'dan istifadə eləməmək üçün, sətir olaraq kodumuzu azaltmaq üçün istifadə edirik. Listlərin tiplarının içinə daxil olur və elementlər üzərində müəyyən iş görür. Hesablama işləri görə bilərik, kvadratını tap 2-yə vur və s. və ya stringlər üzərində də hərflər üzərində işlər görə bilərik. Bəs filter niyə var? Map'dən fərqi nədir? Filter adından göründüyü kimi filtrləmək üçün, yəni şərt vermək üçün istifadə olunur. Məsələn, deyilə bilər ki, rəqəmlər var, hansılar ki cütdür, onları qaytar, deyilə bilər. Yəni, numbers bərabər olsun. Cütləri qaytar, yəni 2, 4, 6, 8 qayıtsın deyilirsə, normalda bu kodu necə yazırıq? Gəlin birinci normal variantını yazaq for ilə. Necə yazırdıq? Müəllim, sualı bir də təkrar edin. Yeni listə cüt ədədləri yığmalıyıq. 2, 4, 6, 8. Total verəcəkdən. Total yox, total cəmdir. Yeni listə verəcəyimiz üçün new list bərabər boş list yaradırıq. Müəllim, 2-yə bölmək 0-a bərabər olan elə bir şey. Bəli, yəni şərt verməliyik, düzdür. Yəni number nə vaxt ki 2-yə bölünəndə qalıq 0-dırsa, bu halda new listə append et deyirdi. Yəni boş listə əlavə et nəyi? Number-dır. Yəni tək olanda əlavə eləməyəcək artıq. Və print new list deyəndə baxırıq 2, 4, 6, 8-i almış oluruq. İndi mən bunu filter vasitəsilə bir sətirdə yazmaq istəyirəm, for istifadə eləmədən. Listimi qeyd edirəm 1-dən 8-ə. Məsələn, cüt ədədlər yazıram. Bərabər olsun. Map yazırdıq, indi filter yazırıq. Yenə filterdə də lambdadan istifadə edirik. Ad qoyaq, məsələn, burada number qoymuşuq. Məsələn, number qoyaq, fərqi yoxdur. Number şərt veririk. Bayaq necə ki, icra et deyirdik. Yəni, lambda nam, burada da icra eləyəcəyimiz işi qeyd edirdik. 2-yə vur, operate,
İndi isə şərt veririk. Filtrdə map kimi icra eləmir. Şərt veririk ki, bu şərt əsasında nəticələri qaytar. 2 bərabərdirsə 0-a və sonda yenə harda iş görürüksə onu qeyd edirik. Numbers listində iş gördüyümüz üçün onu qeyd edirik. Və print list yenə listə çevirməliyik. Obyekt şəklində qayıdır. Cüt ədədlər. Və görürük ki, eyni nəticəni almış olduq. Yəni filtrin mapdən fərqi nədir? Map müəyyən bir iş görür. Onun üçün istifadə olunur. Müəyyən bir riyazi hesablama və stringlər üzərində iş. Filtr isə şərt vermək üçün istifadə olunur. O şərt əsasında müəyyən bir elementlər qayıtmış olur. Yəni hamısı qayıtmır. Burada da şərt vermişik ki, neynədik? Filtr yazdıq, lambda yazırıq. Bir dəyişən adı qeyd edirik və bu hissədə də şərtimizi veririk ki, yalnızca cüt olanları qaytar və nəticə olaraq da listimizdə cüt ədədlər qayıtmış olur. List verdiyimiz üçün list şəklində qayıtmış olur. Sonra nə edə bilərik? Məsələn, deyilsin ki, bizə 3-dən böyükləri qaytar. Necə yaza bilərəm? Normal varım, yoxsa filtr mi? Filtrlə. Yazarıq mənim 3-dən böyüklər şərt veririk, rest veririk. O bərabər filtr yazarıq. Lampdan verərik. Mörtəzə qoymalıyım. Lampda number verib, 2 nöqtə verib, təzədən number böyükdür 3. Düzdür. 2 Və bərabər. listin adını qeyd edirik. Print, Print result. 3-dən böyüklər. Listə veririk ki, nəticəni görək. 3-dən böyük bütün nəticələri görmüş oluruq. İndi gəlin filtr üzərində içində string olanlarla işləyək. Məsələn, bizə deyilsə ki, uzunluğu 3-dən böyük olanları qaytar. Onu necə yaza bilərik filtrlə? Lenlə yazırıq normal. Nə ilə? Lenlə yazırıq. Bəli, lenlə. Result verərik yenə. Bərabər edərik filtrə, lambda verərik. Yenə mən listen verərik. Orada yenə deməli, nə dizməlmə? Uzunluğu 3-dən böyük olanlar qayıtsın. Yenə mən listen verib, bil ki, len 3 verərik də. Len necə yazılır? Len lesson. Listen. Böyükdür 3, düzdür. Sonra listen verəcəyim mən. Lessons, düzdür. Print. Təzə yenə verək. Daha sonra print result veririk yenidən. Ne listlər oldu. Və baxırıq hansı nəticə qayıtmadı, SQL qayıtmadı. Çünki 3-ə bərabər olduğu üçün şərt isə 3-dən böyükdür. Bu şəkildə də verə bilərsiniz. Ən çox hansı hallarda istifadə olunur filtrdən? Məsələn, sizin çox vaxt maaş üzərindən deyirəm, bir datasetiniz var. O datasetdə bir sütunda maaş sütunu var. Maaş sütununu yığmısınız bir listin içinə. Daha sonra o listdən sizə deyilir ki, maaşı 500-dən böyük olanları qaytarsın. İndi bizdə hal-hazırda dataset olmadığı üçün kiçik bir salaries adlı list yaradıram. Məsələn, 800 var, 300 var, 1200 var. Və şərt verilir ki, 500-dən böyükləri qaytar. Yəni, high salary adında bir istənilir ki, 500-dən böyük maaş alanlar kimlərdə, onları görmək istəyirlər. Bu kimi hallarda filtrdən istifadə olunur. Təbii ki, forla da yaza bilərsiniz. For ilə listin içinə daxil olacaqsınız. If ilə şərt verəcəksiniz ki, hansılar salarilər 500-dən böyükdə onları yaz. Və birbaşa filtrlə də bir sətirdə yaza bilərsiniz. Məqsəd budur istifadə olunmasında. Deyə bilərsiniz, niyə lazımdır filtr vermək. Veririk ki, məsələn, 500-dən böyükləri qaytar. Bir neçə dərsdən sonra datasetlərlə işləyəcək. Onda daha maraqlı gələcək. İndi əsas bilməliyik ki, məntiqi nədir hamısının. Print nə yazırıq? List. Ay, salary. Bu şəkildə 300 çıxarılmış olur. İndi gəlin map və filtrin bircə istifadəsinə baxaq. Bir yerdə də istifadə oluna bilir. Şərt verək ki, əvvəlcə
ondan böyük ədədləri seç. Daha sonra 2'ye vur. Bir rəqəmli list götürək. Biraz rəqəmləri dəyişək. Belə yaxşıdır. Ondan böyükləri seçsin və daha sonra onları 2'ye vursun. Yenə result deyə bir dəyişən yazaq. Sizcə birinci map'i yazmalıyam yoxsa filtri? Biri kənarda yazılır, biri içində yazılacaq. Müəllim birinci Məncə mən filtr məhv olmalıdır da. Filtr. Yəni birinci seçməliyik, daha sonra vururuq. Mehman bəy siz nə dediniz? Yəni məncə map yazılmalı. Aha, düzdür, map yazılır. Düz deyirsiniz. Aysu xanım, birinci seçilir, daha sonra vurulur. Amma həm birinci map yazılır, içində seçiləcək. Daha sonra kənarda vurma işini görəcək. Yəni nə etməliyik? Deyirik ki, map lambda map nə edirdi? 2'ye vurma işi üçün lazımdır. Yəni bu ardıcıllığa görə əslində filtr yazılmalıdır, amma Python'ın ardıcıllığına görə map kənarda yazılır. Çünki birinci içəridəkinin işini görür. Daha sonra kənardakının. Ona əsasən də birinci filtr içəridə yazılacaq. Daha sonra map 2'ye vurma kənarda. Nə yazırıq? Map lambda num deyə bir dəyişən. Map nə edir? 2'ye vurma işini görür. Sonra yenə numbers veririk. Numbers. Bəli, veririk. Amma filtri numbers'tan qabaq yazmalıyıq bu hissədə. Buradan nə yazacağım? Filtr lambda yenidən num yaza bilərəm. Və şərtim nədir? Ondan böyüklər. Virgül numbers. Baxaq nəticəyə. Baxırıq. 3 dənə rəqəmim 20, 32 və 65 ondan böyükdür və görürük ki, onları 2'ye vurmuş oldum. Dediyimiz kimi necə oldu? Əvvəlcə ondan böyük ədədləri seç deyirəm. Yəni ilk prioritetim budur. Bu işi görməlidir. Onu da ilk mötərizənin içini işlədiyi üçün filtr içəridə yazılmalıdır. Bu bizim şərtimiz oldu. Bu hansı hissəni işləyirik, onu qeyd eləməliyik. Hal-hazırda numbers listi ilə işlədiyimiz üçün numbers'ı qeyd edirik. Bu hissədə isə əvvəlində həmin bu şərt verdiyimiz hissə ilə bağlı nə iş icra eləyəcəksə, onu qeyd eləməliyik. Başqa nə edə bilərik? Belə bir map filtr bir yerdə deməyəcəm, indi filtrlə bağlı bir şərt yazaq. Məsələn, özümdən yazım. Names məsələn bərabər olsun. Aysel olsun. Elvin olsun. Aycun olsun. Elif olsun. Bir də Leyla olsun. Bu şəkildə adlar var. Bizdən istənilir ki, A hərfi ilə başlayan adlar seçilsin. Necə yazmalıyam sizcə? Kim deyə bilər? Result şeyini yazmalıyıq müəllim. Map filtrini yazmalıyıq. Bəli, şərt veririksə düzdür, filtr istifadə edirik. Result deyə bir dəyişən yaratdım. Sonra lambda name Olar. 2 nöqtə və yazırıq name bərabərdir dırnaq içində A Neyin bərabər A? dırnaq içində A. Neyin bizdə bunlar bütün haldadır. Yəni demək istəyirsiniz Aysel bərabərdirmi A-ya? Mənim başlığı A olan dediniz, yoxsa içində A olan dediniz? Başlanğıcı. İlk hərfi A olan. Onda A-nın yanında nə deyirlər? Start with funksiyası yadınızda başlanğıc olaraq verirdik. Ki, məsələn, bu hecadan başlasın, bu hərfdən başlasın. Start
Şərtli. Adınıza gəlir. Bu şəkildə yazsaq və names yazırıq. Print result. Baxırıq, ICL və anar nəticəsini almış oluruq. Aydın oldu yazdığım. Bir də bunun eynisini belə də yazın. Name'in sıfırı beraber olsun. Ay. Bu halda götürmür. Beraber verməliyik. Aha, götürür. Bu halda da yazabilirsiniz. Bu ne deməkdir? İndeksi demək. Bəli. İlk hərf. Çünki ilk hərf dediyimiz üçün, yəni ilk hərfi A-ya bərabər olanı qaytar deyirəm və ya start with funksiyası ilə də yaza bilərsiniz başlanğıcı A ilə olanlar. Başqa nə yaza bilərik? Əsas start with-dən nə istifadə elədim? Çox halda, məsələn, e-mailləriniz ola bilər, sütun, e-mail sütunu. Sizdən soruşula bilər ki, hansılar ki gmail.com-la bitir, onları qaytar istəyirsiniz. Yazıq elə bir nümunə. E-mailsiz bərabərdir. Belə düşünün ki, belə bir sütununuz var. Birinci mailiniz olsun test 1 gmail.com, ikincisi olsun test 2 Mail.ru, üçüncüsü olsun test 3 yazaq. Bir dənəsi də olsun yenə Gmail ilə bağlı. Bizə deyilib ki, yalnızca @gmail.com-la bitənləri qaytar. Həmin e-maillərin müştəriləri lazımdır bizə. Necə yaza bilərik filtrlə? End with istifadə edəcəyik. Bəli. Gmail users adında bir dəyişən yaradıram. Filtr veririk. Lambda mails Email ends with. Və hansı hissə lazımdırsa onu dırnaqda qeyd edirik. @gmail.com deyə ki, deyilib bizə. Axırın yazmadığı müəllim maildən sonra yazmalı deyildik. Düzdür. E-mailsi də yazmalıyım. Mötərizəni düz qeyd eləmədim. Bu bir mötərizə. Yox, mötərizə səhv deyil. Hardadır problem? Dırnaqlar tam qoyulub. Email nöqtə lambda email nöqtə ends with yazırıq. Dırnaqda qeyd edirik vergül. Burada da problem. Hissəyə diqqət eləmirəm, mötərizəni bağlamamışıq. E-mailsi dəyişirik, Gmail users. Baxırıq, artıq yalnızca gmail.com-la bitənlər qayıtmış oldu. Yəni, bu cür şərtlər istənə bilər sizdən sütunlar üzrə. Onda filtrdən çox istifadə edəcək. Dediyim kimi, forla da yaza bilərsiniz, for içində if verə bilərsiniz və ya bu üsul vasitəsilə də yaza bilərsiniz. Son hissə qaldı, ondan da danışım bitir artıq. List comprehension deyilən bir ifadə var. Bu nə üçün istifadə olunur? Biz, məsələn, müəyyən bir iş görürük, bir listimiz var, 1-dən 5-ə qədər içində ədədlər. O ədədlərin 2-yə vurulması üçün neynədik? For vasitəsilə yazmışdıq. Baxın, forla yazdıq, daha sonra listə append elədik, düzdür. Və ya mapdən istifadə eləyərək yazdıq.
Bir də başqa üsulu var, üçüncü üsulu. Buna list comprehension deyilir. Bu üsul niyə istifadə olunur? İterasiya vaxtı, yəni iterasiyalı bir iş görürsünüzsə, yəni elementlər üzərində tək-tək işləyirsinizsə, bu zaman list comprehension'da kodunuzu qısa şəkildə yaza bilərsiniz. Təbii ki, map də qısa yazılışdır bu yazılışdan. Bir digər qısa yazılış isə list comprehension vasitəsilədir. Gəlin listimizi götürək yenə. Məsələn, bu listdən bizə deyilir ki, ikiyə vurulmuş halını qaytar. Yəni yeni listiniz artıq ikiyə vurulmuş şəkildə qayıtmalıdır. Necə yazılır list comprehension? Bir dəyişən təyin edirsiniz. Yazıq. Multiply, məsələn, vurma olduğu üçün yazıq. Multiply bərabər olsun. List comprehension nə deməkdir? Yeni list yaradırsınız. Ona görə də kvadrat mötərizənin içində yazılır bütün kodlar. Çünki burada nə iş görürsünüzsə, artıq yeni listə aid olacaq. Nə etmək istəyirik? Rəqəmləri 2-yə vur. Rəqəm deyə bir dəyişən yaradırıq. İstədiyimiz adı qoyuruq. Num vurur 2-yə. Daha sonra hansı rəqəmlər? For ilə bilməliyik ki, yəni for ilə iterasiya eləməliyik. Tək-tək rəqəmlər üzərində. For'u da elə burada yazırıq. For num in numbers. Yəni bir sətirdə həm forumuzu qeyd edirik, həm də print hissəmiz, yəni icra edəcəyimiz iş nədirsə, onu qeyd edirik. Və print multiply eləyirəm. Bu şəkildə baxırıq, 2-yə vurulmuş variantı qayıtmış olur. Yuxarıda nə etdik? For ilə yazanda bir 4-5 sətir proses getdi. Boş bir list yaratdıq, append elədik, 2-yə vurduq, onları append elədik. Map ilə düzdür bir sətirdə yaza bilərsiniz və ya list comprehension'la. List comprehension nə deməkdir? Görəcəyiniz işi bir listin içində yazırsınız, yəni içərisində kodu yazırsınız kvadrat mötərizənin içərisində. İndi fərqli işlər də görəcəyik. Onların hamısı listin içində yazılır. Birinci görəcəyiniz işi qeyd edirsiniz. Daha sonra isə hansı listdən götürdüyünüzü və iterasiyanı bu hissədə qeyd edirsiniz. Gəlin indi başqa bir nəticə həll yazaq. Məsələn, yalnızca cüt ədədlər lazımdır bizə. Normalda for ilə yazanda for yazırdıq. Daha sonra qoşun nöqtə qoyub içində if ilə şərt verirdik, düzdür? List comprehension'la yazanda birinci for yazılır, sağ hissədə isə if yazılır. Yəni, cüt ədədlər deyilən bir dəyişən yaradıram. Bərabər eləyirəm. Birinci foru qeyd edirəm dediyim kimi, artıq burada icra edəcəyim iş yoxdur. Ona görə fordan başlayıram. Fora da başlayanda birinci dəyişən adı qoymalıyam. Burada dəyişən adını burada verdim, çünki icra edəcəyim iş var idi. Num for in numbers. Daha sonra şərtimi yazıram. Şərt həmişə ikinci hissədə yazılır. If num 2-yə tam bölünürsə. Bu şəkildə print edirəm cüt ədədləri. Baxıram nəticəyə. Cüt ədədlər düz yazılıb. Num for. Burada dəyişənimi təyin elədim. Forun içində burada dəyişəni yenidən qeyd eləməliyim. Axı for bu cür yazılır. Əvvəldə sadəcə dəyişənin adını təyin edirik. Burada müəyyən bir iş gördük. Burada isə özünü təyin edirik. Bu şəkildə yalnızca cüt ədədlər olan bir listiniz yaranmış oldu. List necə yarandı? Kənarında list qeyd elədiyim üçün içərisində nə iş gördüm? Bir dəyişən adı təyin elədim. Bu elementlərə tək-tək ad vermək üçün num adını təyin elədim. For vasitəsilə for num in numbers. Numbers'ın içində tək-tək daxil oluram elementlərə və şərt verirəm ki, hansı elementlərim cütdürsə, yalnızca onları qaytar. List comprehension'da əgər iki şərtiniz varsa, onda if-else əvvəldə yazılır, for sonraya keçir. Yəni for ikinci addım buradan sonra olacaq. Yəni sizə deyilə bilər ki, yeni bir listinizdə belə görünsün, birin yerinə yazılsın tək, ikinin yerinə cüt, üçün yerinə tək, cüt, tək. Yəni rəqəmlər tək və ya cütdürsə, onların yerinə tək cüt olunduğu bilinən bir list yaratmamız istənilir. Məsələn, tək cüt adında bir dəyişən təyin edirəm. If else dediyim kimi, əgər else halı varsa, burada else halına ehtiyac yox idi, yalnızca cüt deyirdi. İndi else halına ehtiyac var, çünki nə deyəcəm, əgər cütdürsə cüt yazılsın, digər halda else halında tək yazılsın. Ona görə də birinci cüt halını qeyd edəcəyim üçün həmişə if-dən əvvəl
onun nəticəsi yazılır, cüt yazılır. Daha sonra if şərtini veririk. If nam böyükdür, böyük yox, 2-yə bölünürsə tam. Bu halda mənə cüt qaytar. Qaytarma əvvəldə yazılır, amma else halında bu bir növ ternary operatoru oxşuyur. Yadınızda qalıb ternary operatoru keçən dərs keçmişdik. Orada da if-dən əvvəl nəticə yazılırdı, daha sonra else halım. Neydi ternary operator? Keçən dərs keçmişdik məncə. If keçən də ya da bir neçə dərs əvvəl. Bir sətirdə yazırdıq kodu. If else məsələn 4-5 sətir sətrimiz gedir, amma ternary operatorda bir sətirdə bunun kimi yazılırdı. Orada da if'in nəticəsi ilk yazılırdı, daha sonra şərt verilirdi. Aha, keçsək else hissəsinə, else artıq şərtə ehtiyac yoxdur. Bu ödənilmirsə 2-yə bölünmə, deməli digər haldır. Burada da tək yazırıq. Daha sonra nə yazmalıyam? For vasitəsilə numbers'ın içində elementlər götürməliyəm. Necə yazacağam for hissəsini? Num for yazılacaq. Birinci for yazacaq. For. Çünki namı artıq istifadə eləmişik burada, ona görə ehtiyac yoxdur əvvəldə yazanda. Amma əgər foru birinci yazsaz, təyin eləməlisiniz. For num in numbers. Düzdür. Bu şəkildə print eləyirik tək cüt dəyişənini. Bu şəkildə görünmüş olur. Yəni 1, 3, 5 tək görünür. 2, 4 isə cüt şəklində görünmüş olur. Çünki nəticəni elə verdik. Dediyi şərtimiz əgər cütdürsə şərt veririk. O zaman yazılsın cüt həmin hissələrə. Yox, əgər else halda digər halda tək yazılsın və for num in numbers etdi. Yəni elementlərin içində tək daxil ol və şərtləri ver. Başqa nə edə bilərik? Gəlin indi bayaqçı hərfli bir, məsələn, names adlarımız var. Deyilir ki, bütün adların içində hərflərin hamısı böyük olsun. Yəni upper eləməlisiniz. Bunu list comprehension'da necə eləyə bilərsiniz? Yəni bayaqdan elədiyimiz kimi listin içində yazmalısınız ki, hamısı böyük olsun. Burada mən birinci foru yazacağım. Bəli. Foru yazacaq. Amma burada heç şərtə ehtiyac yoxdur. Elə birbaşa upper funksiyasını yazacaq. Upper name deyə bir ad qoyum. Məsələn, list yaradıram. İçində bəli for yazmalısınız. Amma bir də bura diqqət eləyin. Burada nə eləmişik? 2-yə vurma. Birinci 2-yə vurmuşuq, sonra for. İndi hamısını böyük hərflə et deyirəm. Necə eləyə bilərik? Upper yazılacaq. Bəli. Bir dəyişən təyin edək. Word.upper məsələn. Daha sonra artıq dəyişəni təyin elədik deyə, bəli, Word-ü yenidən yazmağa ehtiyac yoxdur. For word in names. Aha, bu şəkildə print eləyirik upper name. Və böyük halında görmüş oluruq. Bir də bir nümunə göstərim range ilə. Sonuncu nümunəmizə baxaq. Range ilə məsələn necə yazırdıq həmişə? For num in range 1-11 məsələn. Bu mənə nə qaytarır? 1-dən 10-a qədər ədədləri düzdür. Bunu list comprehension'la necə yaza bilərik sizcə? Yəni burada alt-alta düzüldü. Daha sonra bunu yeni list təyin edib append eləyə bilərsiniz. Bir listə virgül qoyularaq görünsün. Amma mən digər üsulu istəyirəm list comprehension'la. Bəli, number range, daha sonra forward in numbers. Gəlin birinci dəyişəni təyin edək, yəni listimizə bir ad verək. Daha sonra listi yaratdım. Nə yazmalıyam içində? Yazırıq number, range, range number. Düzdür, burada əvvəl işimizi görürdük, amma range list comprehension da sonda yazılır. Birinci foru yazırıq daha sonra. Orada məndə nə oldu? Yəni bunları əzbərləməyinizə ehtiyac yoxdur. Hansının sintaksini internetdən baxsaz çıxacaq. Sadəcə məntiqini bilsəz
Düzdür, bilirəm, hamısında qarışıqdır. Birində burada yazırıq, birində o biri tərəfdə. Müəllim, sual təkrar edərsən zəhmət olmaz. Sual odur ki, burada range ilə 1-dən 11-ə qədər sıraladıq, düzdür? İndi bura yeni list yazıb append eləyə bilərsiniz. Bir listinizin içində 1-dən 10-a ədədlər sıralansın. Mən elə istəmirəm, append-la list comprehension-la istəyirəm. Range vasitəsilə 1-dən 10-a qədər bir siyahıda rəqəmlər olsun. Bura mənə for zat vermək lazımdır, yoxsa? Bəli. Çünki necə burada for elədik range-i. Yəni yazacağam ki, number for in yox. Ne yazdım? Number for yenidən number yazıram. Yəni bu number mənim dəyişənimi təyin etdiyim hissədir. Burada artıq for ilə daxil oluram içinə. Nəyin içinə daxil oluram? Range 1-dən 11-ə olan hissəyə. Və print numbers etsək baxırıq 1-dən 10-a doğru sıralanmış oldu. Yəni bunu da yazım. Hər iki variantda baxanda rahat olsun. Normalda nə edirdik indiyə qədər? New list bərabər eləyirdik boş listə və daha sonra gəlib burada deyirdik ki, new listi append et nama. Və kənarda print new list verirdik ki, 1-dən 10-a doğru rəqəmlərimiz sıralanmışdır görünsün. Baxın, ikisində də eyni nəticəni almış oluruq. Bu cür for vasitəsilə də yaza bilərsiniz və list comprehension'la da foru bu cür içəridə verə bilərsiniz. Bu mütləq deyil, yəni belə yazasınız. Bu qarışıqdır. Mən də çox vaxt bu üsuldan istifadə edib yazıram. Amma yenə də öyrənməlisiniz bu üsulda. Bu qədər. Funksiyaların növləri bunlar oldu. Biraz qarışıqdır, bilirəm, çoxdur növü. Amma gələn dərsə qədər baxsaz yaxşı olar, çünki praktik olacaq gələn dərs funksiyalar üzərində. While'a da baxarsınız, əvvəldə while'dır, daha sonra isə funksiyalar. Sualınız var. Aydın olmayan hissə varsa baxa bilərik. Məncə rekorda baxın yenidən. Gələn dərsə suallar olsa baxarıq. Növləri çoxdur, çünki biraz qarışıqdır. Yoxdursa sual, onda bəs olar bu günlük. Sağ olun, gecəniz xeyir. Sağ olun, bizə xeyir olsun. Sağ olun.